Salam aleykum dostlar. Bu günləri qaz yumurtalarımızın 8-ci günüdür. İnşallah bunları 8 gündən 20-ci günə qədər hər gün eyni vaxt olmaq şərti ilə açırıq. Bir saniyə. Bunu götürdük. Onun üstünə qoyuram ki, demişdi, saxlasın. Götürürük bunu. Buyuruq bura. Və yumurtaları suluyuruq. Sirkəli su ilə ki, bunlar qalın qabıq olurlar deyə. Baxın belə. Bunların mayalarına baxacaqdım, tez suladım. Belə sulayın. Ördək yumurtaları da qoymuşuq, görürsünüz. Bu suda ki, çalışın ilmanqı olsun, sirkəli su. Məndə üzüm sirkəsi olmadı, alma sirkəsi elədim. Sirkəli su ilə sulayırıq 8-ci gündən 20-ci günə qədər. İnşallah 20-ci gündən sonrasında Allahın izni ilə yoxlayacaq. Ağzını çalışın ki, elə bir mənim bu otağım istidir. Yəni inkubatorlarda isti yerdə çalışın ki, 25-30 dərəcə isti olan otaqda olsun ki, yəni yumurtalar, yəni toyuq yumurtasına baxmayaraq, yəni ördək qaz yumurtası biraz həssasdır elə şeylərə. Yəni hava açıq oldu, yəni 15-20 dərəcədə buna soyuq girməsin. Yəni heç olmasa 30 dərəcə olsun içi. Yəni ağzını bağlayanda inkubator göstərir də neçə dərəcədə. Ən azı 30 dərəcə olsun. Yəni soyuq olmasın. İnşallah ki, indi qaz yumurtalarını indi baxaram mən inşallah ki, görüm burada vəziyyət necədir. Sizə bunu bölüşmək istədim Allahın izni ilə. Çıxım inşallah yaxşı olar. Belə. Çalışın bir də hər yerinə su dəysin. Mən indi bunu sulayacağım. Yəni bu böğürdən də vurun, o böğürdən də vurun. Çalışın. Yəni bu izdən də vurun, bu tərəfdən də vurun. Yəni çalışın hər yerinə dəysin su. Sirkəli sudur. Belə dostlar, bu qədər. İnşallah ki, gözəl çıxım olar. Allahın izni ilə əməl başlı su elədik. Yəni belə su olmamalıdır, səhv eləməmsə. Amma ki, su istidir. Heç nə olmaz inşallah. İsti deyəndə normalda ilmanqıdır. Belə dostlar, inşallah yaxşı olar. Allah hər kəsin malına bərəkət versin. Allah sizdən də razı olsun ki, bəyənirsiniz, yorum yazırsınız. İnşallah bəlkə saxladım, bəlkə satdım. Yəni əlaqə saxlayarsınız məndən Allahın izni ilə. Sağ olun, var olun. Allah hər kəsin malına bərəkət versin.